Ayaqqabı alarkən siz də mənim kimi bu səhvi etməmək üçün videonu yaxından izləyin. Bu video ən çox uşaqlı anaların işinə yarayacaq. Qış aylarında biz çox zaman uşağı özümüzlə mağazaya apara bilmirik. Bu zaman bu metodu bilmək sizin çox işinizə yarayacaq. Mən bu ayaqqabılardan böyük olanını Temudan ölçüsünü səhv formada sifariş etmişdim və bunu gəldikdən sonra bu qədər böyük olduğunu bildim və bundan sonra isə mağazadan gördüyünüz bu balaca ayaqqabını aldım. Bunu isə necə bacardım? Belə bir pipetka götürürsüz və onunla uşağın ayağını və ya uşağın ayağına olan hər hansı bir ayaqqabını ölçürsüz. Bundan sonra mağazaya gedib rahatlıqla ayaqqabınızı ala bilərsiniz. Ya da sifariş verirsinizsə, bunun ölçüsünü həmin sifariş verdiyiniz ayaqqabının ölçüsünə uyğunlaşdıraraq, yəni 18 sm-dirsə 18 sm-ə uyğun ayaqqabı alaraq düzgün formada ayaqqabıda sifariş verə bilərsiniz. Bu video sizin üçün faydalı oldusa, kanalıma abunə olaraq videonu bəyənərək mənə dəstək olmağı unutmayın. Hələlik.